Asan Xidmətin açıq innovasiya platforması olan Asan Al-Hub tərəfindən ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb. Ölkəmizdə süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirən platformanın ilk çağırışları çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən iki iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə qaliblər Digital Umbrella tərəfindən müəyyən edilib. Bizim qaliblərimizin sırasında həm universitet tələbələri, həmçinin də startap təsisçiləri də var. Bunu da vurğulayım ki, bütün bu prosesdə həmin o həllərin qiymətləndirilməsində Beynəlxalq Ekspert Şurası da iştirak edir ki, bu prosesin daha obyektiv, daha sürətli olmasına da həmin qərar verən şəxslərə bir növ öz dəstəyini vermiş olur.